Son bir dəqiqə xəbərini diqqətinizə çatdıracağıq. Belə ki, qadınları xaricdə satan mütəşəkkil dəstə üzvü həbs edilib. Gündəm xəbərinin efirində 20 fevral tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Güləliyeva həbs edilib. Nazirlikdən Müsavat.com-a verilən məlumata görə aparılan araşdırmalara müəyyən olunub ki, o xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. Rima Güləliyeva tamah məqsədi ilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhəddindən keçirməklə xarici ölkəyə aparıb. Zərər çəkmiş şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb. Onların ümumi vətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İstintaqla həmçinin müəyyən edilib ki, Rima Güləliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6.000 və 8.000 Amerika dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb. Toplanmış sübutlar əsasında başlanan cinayət işi üzrə Rima Güləliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir və bir daha vətəndaşlara müraciət edilərək bildirilir ki, insan alveri cinayətlərindən zərər çəkmiş şəxslər Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinə və ya 152 qaynar xəttinə müraciət eləyə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı isə tamamilə təmin olunur deyə Daxili İşlər Nazirliyinin məlumatında